Baboş reklam çəkilişi üçün yayım açıb. Canlısına girənlər onu söyüb təhqir edir, Baboş buna əsəbləşib danışmağa başlayır. Məni bəyənmədiklərini deyirlər, amma yenə də mənim canlı yayımlarımdan çıxmırlar. Ləmanla birlikdə nə qədər xəstələri də canlıya qoşmuşuq, amma bunları heç danışan yoxdur. Bundan əlavə Baboş Velizara da söz ataraq, güya deyirlər Velizar papaq qoydu, biz də başladıq papaq qoymağa. Biz papaqları qoyanda o ağ şəhərdə oturub bizə baxırdı. Biz bunları görə-görə gəlmişik. Canlısı da get-gedə düşə-düşə gedir və daha sonra Baboş bildirib ki, yaxın günlərdə ad günüm olacaq və ad günümü Qarabağda, Xankəndində qeyd edəcəm və ad günüm möhtəşəm keçəcək. Buyurun sözü gedən yayımı izləyək. Daha çox paylaşım gəlməsi üçün videonu bəyənib kanala abunə olmağı unutmayın. Ləmanla mən kimdəyəm və baş quş. Allah kəsdi də. Akşam vaxtı mənzərə gör necə olsun. Ləman da gələr də. Allah haqqı. Ləman ayın 13-də bəlkə yox, axırında gələcək Nabran. Gələ bilər də eləmi deyərəm özünə. İstirahət mərkəzində otel qəşəngdə ev, diskoteka. Ləman diskoteka gələr. Ha? O keçən getmişdi. Gələrsən orada heç nə oturarıq, qəşəng içmərik, eləyərik. Böyük yerdə, belə qəşəng. Səni təliyib salacağım suya. Turbanın içində sürücəyərik. Bu restoranda gedir. Hə, yox, restorandır, müsibət etmə. Burada nişan gedir. Bunun şeyinə baxdım, uşaqlar mənzərəsinədir, ha. Qəşəng bayıldı, çox gözəl, Allah'ın da olsun. Burada həm səhər yeməyi. Buranın birisinin açılış prosesi yoxdur deyə mən qoymuram açılsın. Yeməkləri möhtəşəmdir. Görməmiş, az yaxşı, görməmiş. Babaşı evin deşiyində də həmişə saxlayıb pişirəndir. Prosto gəzirik də, bura mənzərəli yerdir. Adı nədir? Miramor? Miramor. Miramor bayılda yerləşir. Şəhər mənzərəli. Evimizə də yaxındır. Yeməklər də çox dadlıdır, qiymətlər də münasibdir. Deyirəm mən o turbanın içində sürüş qalmaram ki orada. Hə? O çox sürüşə qalmam. Hə. Ürəyimiz olmuş qalır. Qalsa kəsib çıxardarıq da. Kesin sona qədər olur da. Sən elə bir o turbaya qalxanda biz ora sivaş qoyarıq. Duruş balar. Tıklayanlar çox sağ ol. Babuş salam. Takip atın uşaqlar. Miramor hara Babuşa. Nə oldu vaz Babuşa? Bəyənmirsən amma gözünü zırlayıb burada oturub baxırsan. Bəyənmirsən amma çıxmırsan. Babuş. Nə olub Babuşa? Bugünkü günkə tərbiyəsi ilə, mərifəti ilə, qanacağına sevilir də qabağa gedir. Sizin kimiləri ancaq göyə yazır. Yazdığınız nə olur ki? Öz pisliyiniz özünüzə qalır. Babuş. Bəyənmir oturub canlıdan da gözünü zirləyib çıxmır. Maraqlıyam ki, bu indi oturmuşsan da bu canlıda. Maraqlı olmasam çıxarsan. Onlar mənə pis yazmaqla mən pis olmuram. Demək Baboş, ayın 10-u sən ad günü qeyd edirik. Ayın 10-u mənim ad günümdür, iyunun 10-u. Özdə Qarabağda, Xankəndində eləyəcəm. Çox möhtəşəm inanıram. Möhtəşəm bir ad günüm keçəcək. Saftravel sağ olsun, təşkilimiz Saftravel eləyəcək. Ad günündə Qarabağdayım, özü Xankəndin o restoranla dururlar. Geçəcək. Xankəndində. Ondan sonra ayın 13-ü gəlirik Atlantın açılışına. Atlantın açılışına. Necə gözəl. 30 yaş, 30 yaş. Bəlkə mən... Hə, uşaq Atlantın açılışına gələcəm. Kim istəsə getmək qeydiyyat bu səhifədə keçə bilər. Əlaqə nömrəsi var səhifədə. Gedim biraz tuyuqlarımdan azaldım. Konuşmadım. Orada əlaqə nömrəsi yaza bilərsən də. Yox, misafirə qoşulmuşsan. Çıxırsan hə. O düş. Səhifədə varım da, vurun üstünə uşaqlar. Vardı neysə. Qoş, mən niyə qoşuram, tanımıram, eləmirəm.
O kinodur. Sən də qabana belə kino olacaq. Adları götürlər. Mən baxıram şu qoxu kino. Bir dənə şey tıklayın. 39'da da 30 yaş olur. 30 yaş ne olur da baba? 30, 29 yaş var, 30 olur uşaq. Yazmaqla deyirlər onlar. Hələ nə işi uşaqdır, çox uşaq. 30 yaş. Tortun üstünde geçebilen 30 şan. Hə, yubileydir. Ama o 29 tamam olur yoksa 30. 30. 30 yaşım tamam oldu. Hələ bir ömür var qabağında. Allah sağ 40 yaşı görmək nəsib eləsin. Amin. 50 yaşı görmək nəsib eləsin. Amin, amin. O 40 yaşını, 50 yaşı nəvələrinlə keçirdirsən. Babuş evlensen inşallah. Sen çünkü Yoğun de geçip tutmak balay bile. paket hazırlayalım. Para. Kızdan. İndi hansı Əmə. sezona düşür? Yok. Əmə, mənsiz Orada olmaz. artık ikisi sen orada. Yo, mənsiz. Bu ya ikimiz yer gedirik. Yox, mənsiz Mən ölkə istəyirəm, ölkəm o. Mənsiz. Antalya falan. Hə də, amma mən bunsuz da indi ayıb tutdu. Şeysən balayına gedirik. Sən nə işin var bizim aramızda? Evlənmişsən. Evlənəndə balayına. Az tez olun, əlinizi çapasın. Gəlin hep balayına gedirik Antalya'ya. Deyirəm bahara gedir. Sən hara getsən? Çox yaşadım bir olmadı. Balayı. Bax, saxtıra bir tərəfdən. Əlinizi tez tutun. İndi mənə direktə yazın, şəklinizi atın. Qəşəng rayon xanımı olsun da, belə tez evlənək, uçaq Antalya'ya. Balayımızı eləyək gələk. Forması necə olsun? Hələ təsəvvür elə qız. Formosunu demişəm də. İndi bəlkə burada yeni qoşullar bir Saçı qafqar olsun, ağappaq olsun. Çox kök olmasın, biraz ortası nazik olsun. Belə də nə bilim. Ləman yenə yazır ki, birinə mən niyə takip edirsən, xoşun gəlmirsə, baxıram takip etsin, indi bloka. Ləman elədirlər dana, qadana alıb. Burada gəlmə ağzına gələni yazırlar. Allaha and olsa blok atdıqlarında. Baxıram ki, blok atmışam. Yazıları baxıram ki, məni takip edənlərdir. Elədirlər dana pəyə. Burada söyləyəcəklər, şəhərə çıxanda gəlsəndə şəkil çəkdirəcək. O qədər olur ki, zamanlar oturmuşuq. Az sən indi bəyənmir, indi burada elə yazırıq. Axşam canlı canındadır. Hamısı gəlib bir şəkil. Ürək qoyacaqlar, sən kiməsə peykarında atlayacaqlar o tərəfə elə yazacaqlar. Ona görə bəziləri hilədir, nə edəsən? Yola ver getsin. Onlar səni söyəndə, onlar sənə yazmaqla, pis yazmaqla sən pis olmadın, nə yazmaqla, monitor arxasında yazırlar. Restoranda da səncidir. Hə. Bundan qalara yaxansın. Ona elə gəlir ki, burada Bakıda hava tez gəlir keçir. Rayon düst olur, Zevran pərdə gündüzdür. Bu mən məhəttər qaldım ki, may ayı olasan, iyun giri, belə külək, belə yağış, belə... Sabahdan havalar açır. Rayında bir olur. Bu vaxtda biz çimirdik Bərdə dənizlərdə. qeyri gözəl. Dənizlərdə çimir, Bərdə üstü çıxır, Bərdə gün dağıdır. Yox, biz xəstə qoşub yardım edəndə yaxşıyıq. İndi biz Ailəman, onları çox dilə gətirən var. Ay qadın alım, qoşma da, görsən hansı biri çıxır deyir ki, vaxtına Ləmanda məni qoşmuşdu. İnsanlara yaxşılıq yoxdur, qoşma. Çox sağ ol. Mən Bərdə gedəndə son yeməyə gəzirəm. Gör biri çıxır işdillənir, Mən yemək gedəm. tez unudulur. Şeydə bir sunca. Babuşum. Bəyənmiş. Sən də mi qoşmusan xəstələr, onkoloji xəstə, mən də qoşmuşam, yığmışıq. Görüş bir dilə gətirib yazır, deyir, tez unudulur. Belə də aləmən, Allah görsün. Belə də ki, babuşu Allah bəyənmiş. bilsin, Bax, hə. bir söz deyim. Bizim bax, operatorumuz nə gözəl videolar çəkir. Ofisimizin qızları gördünüzdə necə qəşəng, mədəni qızlar. O cür gözəl videolar çəkirik, işimizi danışırıq. Tərəfə bir insan girib baxmır, 200 adamıq. Yazırır Mən ki, nəyə görə baxırsınız? biri də yazır ki, indi Ləmanın başında da papa o gün qoyub danışırdı. Mən də mənim saçıma görə qoyuram, papa kepkanı sevmirəm. Kepka saçı tökür. İndi 50-lik qırxıqlar özü 70 manat pul vermişəm Allah'ın dostuna görə. Belki velizlara baxıb kepka taxırlar. Əş Ləman, mən Doktor Mamedoğlu Kar, sesli WhatsApp. Doktordur. Mən gəlirik, onu deyək. Den 10 dəqiqə oradayıq. Bəli, gözəl insan. Qoyun deyəcəm söz. Bəli, gözəl insan. Hə. Çayımın axırıncı qurtumudur. Qoy geri gəlirlər. Şey gətirdi nədir? Müdür.
Oo, Nə deyir? yaxşı gəlmir, çox gəlir. Buradayım. Gəl. Gəl. Yo, çox sağ. Bu dəqiqə olacaq. Deyir tez çıxmasa, sabah üstüş olmayacaq. Hə. Biz papaq qoyanda o Ağşəhərdə canlıçıb bizə baxırdı. Biz gör neçə ildir çıxmışıq? 6 il, mən elə 5 ildir, 6 ildir mənim TikTokda. Biz papaqları qoyub, farklı papaqlar qoyanda o Ağşəhərdə bizə baxırdı. Nə oldu? Dünən bir gün çıxıb ona baxdıq elədik. Bundan da verəcək. Al bir də bunu. Qarşıda elə yiyor. Onda tatlı olacaq. İkisini də qarşıda götürür. Yaxşı işləyib, ağızdan şey düşüb. Biz göre gelmişik. Mən papağı sevmirəm. Buna bax. Saçım əyridir. Bax, baba buramın əyri qırıq. Nə var? Xoşlamıram. Saçı tökür papaq. Harika getmişim ha. 70 manat verib saçını. Loxlu valvamla getmişim ha. O 70 manat. Aykar xanım dedim, o bizi mənim arqa yeri göndərdi. Salonda belə elə yerdə dölüydü. Bir dənə başıma rəq qoydu. Bir də ki saçımı qurutdu. Duranda dedim, nə edir xanım bu? Cəmaat orada deyəmədim da işinə. Çox vermişsən, 15-20 manat maksimum. Mən də onu dedim, işini dağıtdım. Ən bahalı maksimum üçün. Köpək. Əyri qırıq xoşuma gəlmiş. Ona görə papaq taxıram. Niyə namaz mən papağı? Çox vermişsən. Çocuk. Yo, siz mətə çox içdim. Çox sağ olun. Sabah gedirəm. Bugün dişimin altı qoyulur, həkim gözləyir. Sabahda axşam üstünü ölçəcək, axşam sabah üstünü qoyacaq, vəsə Bərdə. Ayın iyunun 10-da ad günündür. Qarabağda saftar keçirəcəm, qəşək. Maraqlı olacaq. Loxu deyələ. İndi nə olsun verdik də, indi nə olsun ki? Prosto bəyənmədim, fasonu pis qırxıqdır. Buramda buruq var, əyri qalır, daranmır, dik qalır belə. Papağı ona görə qoyuram. Mən xoşlamıram papağı. Tük kimi saçım var. Cəmaat gedib başına tükəkdirir ki, saçını görsənsin. Papaqda da saçı örtür. Mən heç kim özümü oxşatmıram. Mən baboş olaraq da qalmışam. Mən baboşam, başa düşdün? Heç kim mənim ehtiyacım yoxdur. Kütlədir, neyinirəm ki? Olub da vaxtında biz də görmüşük. Allah'a şükür 5 ildə 6 ildir 5000-6000 izləyicini qoruyub saxlamışamsa, indi görək o birisi zaman keçdikdə nə olur? Görək qoyub saxlaya biləcək. Siz boş-boş danışmayın. Hə. Necədə için durar. Biz açanda onlar biz oturup baxırdı. Ağşəhərdə. Bizim canlımız değil, fanatımız olsun. Əsəbləşmə. O saxlayıb 30 min. Xeyr, 30 min hələ 2 aydır. Düşə gedir. Biz göre gelmişik. Biz sözün deyib oturmuş TikTokerlərdənik. Kimsə düyünən Onu büyüsün. saxlama, elə burada öz telefonunu. Hə, O 2000 manat. keçək. Deyəm, bunu geçəcək bile, öz telefonla çekin. Öz telefonla çəkəcəm. Bu mən çıxım misafirdən. Hansı mahnıya çəkəcəm bilirəm ki. Həccək sonra. Get qaydan şaybadır. Orada. Əflatın quba doğmaz. Bir mahnı deyin də uşaqlar. Oğlu çıxmışdı canım. Sibelcan, yox. Ki atam belə yazıb ki atam nə mazara get qaydan şaybadır. O baxım görüm hansı mahnı var. Niye bu çıxdı? Aa, trende bu geldi. Öğrettir olmuş. Ay Allah. Gözüm.
Yetişməkdən bir şey bu. Yəni ki, təhlükə şeydən, turlardan. Ya bir dəqiqə şəbə oynasın bu buranın mənzərəsi ilə. Ya bunda ya. Yok da axı mahnı. Sizə şeyimiz var, yerimiz var, jurnalistlər var. Diləkçi var, böyle. Biri çəkək, sonra mahnı üstünü qoyarsan. Yox, saz fərqində. Yo, mahnı ilə. Jurnalist. Kimdir babaş? Tanıyız da. Bir gündəşdən çəkim yoxsa kimdən çəkim? Partizesi mi alsın bu? Yox, Leylim Leyza. Yəni kimlər də rast ki? Zerdə lirik musik istəyirəm ki, mənzərədən baxacam. Bu şeydir deyin, bu mahnı. Yapay zekadır deyin, bunu ederim ki, Instagramda paylaşanda səs silir. Salam. Geçerli bu. İşte o büyük an. Sizden ezer salın bana, sizden ezer salın beni, salın bana, salın. Buna çəkir. Bu qəşəngdir, nəzər salın mənə. Tamam. Yox, sən. Ha, bu mahnı köşəydi. Ha. Uzaqdan çək. Yanını çək. Ha, buradan çək. Ama çayı da götür. İşte çay içirsən. Yox, buradan. Elə mənzər maşına da düşdüm də. Bir ayağı vurur bu. Hazırsan. 3, 2, 1. Mağazə saxla. Ha. Baxın. Sen burada yerleşe bilmədin. İstəyirsən bir dənə çəkək. biraz verir. Bu çək, bu getmir. Bu tərəfdə də dura bilərsən, bax. Buradan çəksin. Bu oradan çəkim onu da boş. Belə Stol çək. çəkin bir tərəfə, stol boşalsın, boşalt. Belə də çək. Çək. Mən paltarı giyinim. Stol çəkin bir tərəfə. Çək. Belə arıq göründü bax. Belə daha arıq göründü. Al. Çək. Bax, çayı verəndə şəhər mənzərəsində. Ayşə. Çək, aradan çək. Ağzı belə. Çayı da götür də. Hə, hərəkət elə belə var. Hazırsan belə. Aha 3, 2, 1. Maraqlı keçdi. Hə, mənzərəli. Qəşəng.